Salam hörmətli izləyicilər. Bu gün sizə 5 oktyabr OTK sınağının dil qaydalarına aid bir sual izahını vermək istəyirəm. Uşaqların çoxu burada çətinlik çəkir. Bu leksikaya aiddir. Cədvəldəki doğru əlaqələndirmə müəyyən edin. Məsələn, burada verilib söz, ianə, qida, yeyəcək, yeyinti. Bu yanlış fikirdir, çünki onun mənası yardım deməkdir. İyanə sözünün mənası yardım deməkdir. 2. İnventar binanın, mənzilin memarlıq baxımından tərtibatı verilmiş daxili hissəsi. Bu yanlış fikirdir, çünki inventar hər hansı bir müəssisəyə, binaya aid olan ləvazimat, avadanlıq deməkdir. 2 də yanlışdır. 3. İrtica. İrtica sözündə daha çox tarix dərsində qarşımıza çıxır. Geridə qalma, geriyə gedən hərəkət, mövcud vəziyyəti dəyişdirmək istəməyən, geriliyi müdafiə edən bu doğru cavabdır. Sonra 4. İntervyu, mətbuatda çap edilmək, teleradio və yayımlanmaq məqsədi ilə müxbirin hər hansı bir şəxsdən aldığı müsahibə. Bəli, intervyu müsahibədir. Bu sözlə yadınızı saxlaya bilərsiniz. 4-ü də götürürük. İpoteka, müavinət, girov, qoyulmuş əmlak. Bu da doğru cavabdır. Cavabımız oldu uşaqlar 3, 4, 5. Bu sözləri əzbərləmək lazımdır. Cavabımız oldu A bəndi.